AFFA U15 liqasında bugün mövsümə yekun vurulur. Neftçi 3 tur qalmış çempionluğu rəsmiləşdirib, amma təbii ki, hələ oyunlar davam edir. Heyətlərlə tanış olaq. Neftçidən çempion komandanın heyəti ilə başlayaq. Qapıda 99 Maksim Adamovdur, 4 komandanın kapitanı Sübhan Həziyev, 2 Harun Əliyev, 5 Kənan Əzimov, 6 Qərib Qürbətzadə, 7 Sübhan Əlizadə, 9 İlham Qubadov, 11 Əkbər Nağıyev, 14 Cəlal Quliyev. Ulduzda qapıda 44 Kənan Məsimli, 10 komandanın kapitanı Müşfiq Zamanov, 2 Teymur Quliyev, 3 Fuad Yolçiyev, 5 Ayxan Qurbanzadə, 7 Asif Allahverdizadə, 8 Yusif Kərimli. Oyunların nəticələrini də ayrı-ayrılıqda xatırlayarıq. Fit səslənir, oyun başladı. Neftçiyə bir daha uğurlar arzuluyuruq. Neftçi çempionluğu rəsmiləşdirsə də bugünkü rəqibimiz Ulduz. Əli Musayevdən sağa. Ötürmə qapı qarşısına əl alınır. Cəlal! Gol! Neftçi hesab açdı. Son toxunuş Sübhandandır. Sübhan Həziyev Cəlalın başla ötürməsini o da başla tamamladı. 1-0. Fit səsləndi. Müşfiq Maksimə qarşı Zamanov gəlir. Zamanovdan zərbə, hesab bərabərləşir. Olacaq. Alınmadı. Top keçmədi orada müdafiəçilərdən. İndi əvəzində sol cinahdan hücumda olan tərəf Ulduzdur və belə bir gol yaşandı və nəticədə top qapıdan keçdi. Birər ötürmə və bununla maç başa çatır. U15 liqasında ikinci mərhələnin sonuncu turunda Ulduz qələbə qazansa da gördüyünüz kimi sevinən tərəf Neftçi futbolçulardır. Komandamız artıq 2 tur əvvəl çempionluğu rəsmiləşdirmişdi. Son 2 turda təəssüf ki, məğlub olduq, amma bu heç nəyi dəyişmir. Neftçi AFFA U15 liqasının çempionudur. Hörmətli izləyicilər, və artıq mükafatlandırma mərasimi AFFA U15 liqasının yekunu mükafatlandırma mərasimi başlamaq üzrədir. Mükafatları təqdim etmək üçün AFFA-nın baş katibi Cahangir Fəracullayev və Neftçinin, həmçinin Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov buradadılar. Emildir topun orada, kubokun yanında. Emin Mahmudovdan kuboku təhvil aldı Emil Quliyev və Neftçi AFFA U15 liqasının çempionudur. Kubok kapitanımızdan Emil Quliyevdə. Qələbəni qeyd edir futbolçularımız. Bütün kollektivimizi, futbolçuları, məşqçiləri, inzibati tibbi heyəti çempionluq münasibəti ilə təbrik edirik.